Nümayəndələri də çıxış edərək layihənin həyata keçməsinə vəsilə olan hər kəsə təşəkkürlərini bildirərək Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi, eləcə də şəhidlərin xatirəsinin yaşadılması adına bu kimi tədbirlərin vacibliyini vurğulayıblar. Rəsmi hissənin sonunda milli qəhrəman General Polad Həşimovun anası Səmaya Həşimova şəhid ailələri adından təşəkkürünü bildirib. Çok güzel bir projeye imza attık biz. 50'ye yakın yazar, hem Türkiye hem Azerbaycan yazarlarıyla birlikte çok güzel bir proje oldu. Bugün burada olmak gerçekten çok başka bir boyut, çok başka bir keyif. Bir o kadar da duygusu yoğun, anlatılmaz bir şey. Ben herkese, emeği geçen herkese çok teşekkür ediyorum. Bir yazar bir şəhidi götürüb onun həyat hekayəsini hekayə şəklində qeyd edir, onu yazır və ona ait bir şeir həsr edir. 4-cü cildimizdə Harun Yıldırım bəy bizə təklif elədi ki, 4-cü cildi biz Azərbaycan şəhidlərini həsr eləmək istəyirik. Biz düzü bu təklifə çox sevindik, çox qürurlandıq. Burada türkçəli yazarlarla bərabər Azərbaycanlı yazarlar da bizim Azərbaycan şəhidlərindən hekayələrini yazmışlar. Bizim məqsədimiz odur ki, bu kitab, bu hekayələr, bu şəhidlərimiz unudulmasın, gələcək nəsillərə ötürülsün. Və ümid edirik ki, bu layihə bizdən sonra da davam eləyər. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün başqa yazarlarımız da bu işə qoşularlar, bu iş geniş vüsət alar. Naxçıvan Muxtar Respublikası